Aparıcı Tarix Əliyev Toylu qiymət artımlarından gileylənib. Bölgə TV xəbər verir ki, o aparıcısı olduğu verilişdə bahalıqdan söz açmayan həmkarlarına irad tutub. Niyə mən burada xalqın, dövlətin problemlərini işıqlandıra bilirəm, qiymət artımından danışa bilirəm, siz yox. Ətin kilosu 22 manatdır, qarğıdalı yağı da 7 manat olub. Şəkər tozu qəndin qiymətlərindən danışın. Camaat qışda 200 manat qaz pulu, 100 manatda işıq pulu ödəyəcək. Niyə bunlardan danışmırsınız? Məni qoyurlar, sizi yox. Sizinki odur ki, ancaq camaatın ərindən, arvadından, oynayışından danışasınız. Mən də danışıram, amma bundan da danışın. Rəna Rövşən qızı, BTV. Burada devlətin, xalqın problemlərini işıqlandıra bilirəm. Niyə mən benzin artımından danışıram? Qiymətlər günü-gündən qalxıb danışıram. Ətin kilosu 22 manat olub. Bundan danışıram. Qarğıdalı yağı 7 manat olub. Ən ucuzu 6 manatdır, 5 manatdır, bilməm nədir. Bundan da pesok olub. Pesoku biz əvvəl 1 manata alırdıq. Gəlib görün neçə olub pesokdan. Bundan danışın siz. Siz bundan danışın ki, cəmaat qışda ayda qaz pulu verəcək 100 manat, 200 manat. İşıq pulu da bir 100 manat olacaq. Bu kasıb ailələrinin evi böyük ola bilər, kasıbçılığı. Bundan danışın. Bizi qoymurlar. Niyə məni qoyurlar? Mənim buynuzum var. Sizin canınızda gəlmir bu. Sizin içinizdə bu yoxdur. Sizinki yalnız o müğənni gəlsin, o ərindən, onun nə bilim uşağından, onun aşnasından, bunu saxlayanından danışasın. Düzdür, mən də danışıram onlardan, danışın. Amma arabir bundan da danışın. Arabir deyin ki, 5 qəpiyə olan kulok, hindi niyə 7 qəpiydi? Biz səhv say, amma biz deyirik 7 qəpiy nədir? Amma bir ailə gedir, 3 dənə bazarlığı, 3 dənə kulokdur, bu 20 qəpiydi. Bu ayda ilə 3 dənə eləsə, bu gün hara gəlir, çıxır. Siz qəpiydən danışmayın. Siz o top deyir, dənizə deyir, quyu deyir, su tökməylə su olub, quyun özündə su olsun. Dama da gör olur. Dama o qəpiyləri yıxsınız, görünə qədər pul edir. Ədalət müəllim, bugün heç danışmaq istəmirsiniz. Vallahi danışsın. Sen danışma, o danışmasın, sen efkarsın. Bugün sərxoş halda efirə gəlmək nə deməkdir? Nəinki efirə, heç toylara da gitmiyoruz.